bu adam ki cəmaatın eybini yığır, saxlayır, bir gün gələr bu bək-bək danışanda deyərəm, sakit deyən, dünən falan şey eləyən sən deyildin, belə adam ki var, eybi saxlayıb bir günüzə vursun, İmam Rıza deyim, mən İmam Rıza ona lənət oxuyaram bu adama. O adam bizim vilayətimizdən çıxıb, çünki bu rəhimsiz adamdır, qəddar adamdır. Eyb gördün, göz yum, gizlət, denən ki, heç kəsin xəbəri olmasın bir-birinizin eybinə qarşı 70 böyük günahını gizlətməsən möminin mömin deyilsən. Biz deyirik ki, birini gördü, heç olmur, ehtimal veririk, dalını özümüz düzəldirik. Bir dənə addım görürük, dalını özümüz düzəldirik ki, hə, bu 100% falan yerdən gəlirdi, falan oldu, falan, sonra gedib birinci gördüyümüz adama tez onu danışırıq. Mövzumuz Allahın rəhmətidir, neçə gündür danışırıq. Allahın rəhmətini hiss eləmək istəyirsənsə, çox böyük qəlbə malik ol. Sən də başda da mehribansılıq eləməyə, kimlərəsə yaxşılıq elə, mərhəmət göstər.